Salam əziz tələbələr. Bu dərsimizdə deməli test toplusundan inkar, qeyri-müəyyənlik və təyin əvəzlərin suallarına baxacağıq. Birinci sualımızda of the students has an opportunity to learn two foreign languages cümləmizdə of var. Of olanda baxarıq, ofla işlənməyən əvəzliyimiz everydir. Everydən sonra of gəlməz. Sonra isə xəbərimizə baxırıq. Oflu birləşmələrdən sonra həmişə xəbərə baxmaq lazımdır. Has xəbərimiz təkdə olduğu üçün baxırıq. Some of the students cəm olar. Both of the students, all of the students-ın xəbəri cəm olar, yəni have olar. Amma each of the students-ın xəbəri həmişə tək olar. Each təkdədir və xəbər də tək olar. Yəni B variantıdır. İkinci sualımızda eyni qayda ilə gedirik. Of-a görə biz every'ni çıxırıq və was xəbər təkdə olduğu üçün yenə some, all və both-u çıxırıq, qalır neither. Neither of us, heç birimiz. Sonra of them are, yenə of var. Törəmələr ofla işlənməz, every ofla işlənməz. Bu ikisini çıxırıq, qalır 1, 2, 4. Və xəbərimiz də cəm olduğu üçün both, all və some üçü də xəbəri cəmdə işlənir. Və düzgün cavabımız C variantıdır. Dördüncü sualda of the seven boys, yenə ofla işlənməyən every'ni avtomatik çıxırıq. Və baxırıq xəbərimizə of the seven boys in that group. Diqqət edin, uzun bir söz birləşməsidir, amma xəbərimiz buradadır. Xəbər goes tək olduğu üçün yenə each seçirik, yəni each of the seven boys. Each-in xəbəri hər zaman tək olar. Beşinci sualda which of the jackets do you prefer? Of. Of var, of-a hansını çıxa bilərik. Diqqət edin, bu everyone törəmə deyil. Bunda biçik yazıldığı zaman törəmə olur, amma bu şəkildə yazılırsa, deməli törəmə deyil, everyone. Hər biri deməkdir, yəni ofla işlənə bilər. Və xəbərimizə baxırıq. Xəbərimiz cəm olduğu üçün biz both xəbəri və all-un xəbəri cəm olur. Each və yaxud da everyone əvəzlərinin xəbəri tək olar, amma both və all-un xəbəri cəm olur. Yəni 2 və 4, yəni D variantı. Eyni sualımız burada da keçərlidir. Of the shirts are, yenə xəbərimiz cəm olduğu üçün all və both götürəcək, yəni 3-lə 4. 7-ci sualda one əvəzliyimiz var. One əvəzliyi sayılan tək isimlərin əvəzinə işlənən bir əvəzlikdir. Və bunlar baxırıq, these və those-dan sonra isim cəm olmalıdır. Other-dan sonra isim cəm olmalıdır. Others-dan sonra isim gəlməz ümumiyyətlə, qalır each one. Each one, yəni tək isimdir. Each tək isimdən işlənir. One da yenə tək isimlə əvəzinə işlənən bir əvəzlikdir. She doesn't know about him. Doesn't inkar olduğu üçün inkar cümlədə no, inkar cümlədə olmaz. Some inkar cümlədə olmur və every isimlə işlənməlidir. Burada isim olmadığı üçün olmaz. She doesn't know anything, bir də she doesn't know everything olacaq 1 və 3. We must respect rights. Rights isimdir, hüquqlar deməkdir. İsimlə işlənən each other, one another, bunlar isimlə işlənmir. Ourselves isimsiz işlənir. Each others deyə bir əvəzlik yoxdur. Each other apostrof S olmalıdır. S apostrof səhvdir. Olacaq one another's rights. Apostrof S-in sonra həmişə isim gəlməlidir. There is interesting to read at home. I will have to go to the library. Cavablara baxıram. Deməli, some isimlə işlənməlidir. Any inkar da sualda işlənməlidir. Burada inkar cümləsi deyil. O zaman tərcümə edəcəyik. Deyir ki, evdə oxumağa maraqlı heç nə yoxdur. Mən kitabxanaya getməliyəm. Evdə heç nə yoxdur ki, mən kitabxanaya gedirəm. O zaman everything və something olur. Olmaz. Yəni, olacaq nothing. Yəni, heç nə. 11-ci sualda there was, bütün hamısı törəmədir və some'dan sonra isim gələr, amma törəmələr qalır hamısı. Anybody inkarda işlənir, inkar olmadığı üçün çıxırıq, qalır tərcümə. Evdə danışma, deməli danışmağa heç kim yoxdur, mən özümü tək hiss edirdim. Danışmağa heç kim yox idi və mən heç özümü tək hiss edirdim. Yəni heç kim yox imiş ki, mən tək hiss edirdim. Yəni oflu birləşmə var, evrini çıxırıq avtomatik və xəbərə baxırıq, knows xəbər təkdədir. Deməli, both, all və some xəbəri cəm olur, amma ilk götürük, ilkin xəbər həmişə tək olur. 13-cü sualda eyni qayda ilə believes xəbərə baxırıq və of-a baxırıq, everini çıxdıq. Believes tək olduğu üçün ilkin xəbəri tək olur. Not students in our group are hard working. Diqqətlə baxırıq, burada student cəm isim olduğu üçün either, each,
another və every'in bütün isimlər, bunların hamısının isimləri tək olmalıdır. Another, either, each və yaxud da every'dən sonra student gələr. Amma all-dan sonra cəm isim gəlir. Not all the students. Və 15-ci sualda every ofla işlənməz, avtomatik bunu görüb onu çıxmaq lazımdır. No word də düzdür, no words də düzdür. No-dan sonra cəm isim, tək isim, sayılan, sayılmayan, bütün isimlər gələr. Yalnız gəlməyən nədir? Yalnız article və of gəlməz no-dan sonra. Ona görə 1 ilə 2-ni götürürük, digər cavabları çıxa bilərik. Deməli, 3 ilə 4 arasında qalırıq. İçdən sonra sayılan tək isim gələr, düzdür. Amma each of the word yox, words olmalıdır. Çünki bu oflu birləşmələrdə adətən bunlar oflu birləşmədən sonra isim də əvəzlikdə cəm olmalıdır. Ona görə word sözü təkdir. Sözlərin hər biri, sözün hər biri olmaz, sözlərin hər biri deməli. Ona görə each word isə hər söz deməkdir. Bu düzdür. 1, 2 və 4-cü. Yenə both of the dictionary cəmlənməlidir. Çünki dictionary lüğətlərin hər ikisi deyəndə lüğətlər cəmlənməlidir ki, onların hər ikisindən söhbət gedir. İçdən sonra tək isim gəlib, düzdür. No-dan sonra cəm gələ bilər, tək gələ bilər, düzdür. Every'dən sonra isə of gəlməz, səhvdir. 2, 3, 4 düzgün cavabımızdır. 17-ci sualda of var. Ofdan işlənməyin every'ni çıxırıq və burada xəbərimizə baxırıq. Has'dir. Has olduğu üçün cavabımız each olur. Each of them. Və 18-ci sualda of olduğu üçün every'ni çıxırıq. Xəbərə baxırıq, tək olduğu üçün has olur. Sonra the store has 2 lifts but off vardı və off olduğu görə biz every'ni çıxırıq. Amma xəbərə baxıram, xəbər are-dır. O zaman isə təhlər çıxacam. Each of them, one of them, either of them-in xəbəri is olar. Amma both of them-in xəbəri cəm olur, düzdür. Bu da həmçinin of olduğu üçün every'ni çıxırıq, digərləri qalır. Xəbərimiz cəm olduğu üçün yenə one, neither, each-in xəbəri tək olar, qalır both. 21-ci sualda the Pacific Ocean contains more water than other seas and oceans put together. Burada bir şeyə diqqət etmək lazımdır. The article var, the article. Özdən sonra the article gələn 2 dənə əvəzimiz var. Bir both, bir də all. Bunlardan sonra birbaşa the article gələr. Each-dən, every-dən sonra sayılan tək isim gəlir. Any-dən, some-dan sonra isə həm cəm, həm də sayılmayan isim gəlir. Amma all-dan sonra həm isim gələ bilər, həm article gələ bilər. The article ilə işlənə bilər. Və burada da the article bizdə burada görünür. Deməli, all-dan və both-dan sonra the article gələ bilər. 1 və 5. 23-cü sualda they couldn't answer, couldn't inkar olduğu üçün inkarları götürəcəm və something təsdiqdə işlənməz. Ümumiyyətlə something, anything törəmədir. Törəmədən sonra isim gəlməz. No one da həmçinin. Another'dan sonra sayılan tək isim gəlir. Qalır any questions olacaq, any A variantı. Həm inkarda işlənir, həm də özündən sonra isim gəlir. 24-cü sualda he couldn't find mistakes. Couldn't inkar olduğu üçün və mistakes sözünə baxırıq, isim var. Mən burada törəmələri çıxmalıyam, çünki törəmə isimdən işlənmir. Another da yenə tək isimlə işlənir, qalır any mistakes. It was dark and she didn't see. Didn't inkar olduğu üçün inkarları götürəcəm. Some təsdiq cümlədə işlənir. No inkar da özü zaten. Didn't-dan inkar bir yerdə işlənməz. Qalacaq anything. Any inkarda işlənir. I can't tell you. Can't inkar olduğu üçün inkarları çıxırıq. Nothing, no one çıxırıq. Something təsdiqdə işlənir. Every'dən sonra isim gəlməlidir. İsimsiz işlənmir. Qalır anything. 27-ci sualda Steve knows about horses. Burada isə baxırıq. Burada isim yoxdur. Yəni törəmələr götürəcəyik. Every'dən, no-dan, any-dən sonra isim gəlməlidir. Burada isim yoxdur. Deməli, anybody və everything. Burada təsdiq cümlədir. Anybody inkarda işlənər. Qalır everything. Steve knows everything about horses. O, Steve atlar haqqında hər şeyi bilir. Workers in the company were English. Workers cəm isimdir. Mən törəmələri çıxmalıyam, çünki törəmələrdən sonra isim gəlməz. İçdən every'dən sonra tək isim gələr, qalır some. Some workers in the company. B variantı. 29-cu sualda boys cəmdə olduğu üçün ümumiyyətlə anyone, somebody və nobody törəmələrdən sonra isim gəlməz.
İşdən sonra tək isim gələr, qalar Y variantı. Some boys. Aha, diqqət etməliyik burada book sözünə. Book sözü sayılan tək isimdir və tək isim olduğu üçün deməli others və the othersdan sonra isim gəlməz. Axırında s olanlardan sonra isim gəlmir, diqqət edin. Bostan və oldan sonra cəm isim gələr, qalır another. Another-dakı bu an article kimi düşünün. An article sayılan tək isimdən qabaq qoyulur. Deməli another-da həmişə sayılan tək isimlə işlənir. 31-ci sualda da həmçinin pencil tək isimdir. Another götürəcəyik. Others və the othersdan sonra isim gəlməz. Bostan oldan sonra cəm gələr, qalar B variantı. 32-də they aren't inkar olduğu üçün və chairs isimdir. Something, anything və nothing-ə çıxırıq. Thinklərdən sonra bunlar isim, deməli, törəmədən sonra isim gəlməz və everydən sonra cəm gəlməz, qalar any. There aren't any chairs. Any həm cəm isimdən işlənə bilir, həm də inkarda işlənə bilir. There isn't time to translate the text. Time isimdir. Törəmələr çıxmalıyıq. Something, anything və nothing çıxırıq. Bunlar A və B qalır. Another'dan sonra sayılan tək isim gəlir. Qalır bu dənə B variantı, yəni any. There isn't any time. 34-cü sualda student cəm olduğu üçün, ümumiyyətlə isim olduğu üçün somebody və nobody'dən sonra isim gəlməz və cəm olduğu üçün isə each və everydən sonra cəm gəlməz, qalar some. 35-ci sualda turist cəm isimdir. Somebody, nobody çıxır. Every və each çıxır, qalır some. Eyni tipli sual idi. Sonra message var. Message sayılan tək isimdir. Nothing, anything və somethingdən sonra isim gəlməz. Botdan sonra isə cəm isim gələr. Çünki hər ikisi deməkdir. Qalır no. No message. No-dan sonra cəm, tək, bütün isimlər gələ bilər. Və 37-ci sualda we didn't have bread. Bread isim olduğu üçün törəmələr avtomatik çıxırıq və didn't inkar olduğu üçün no olmaz. İki inkar bir yerdə işlənməz. Any işlənir. We didn't have any bread. Sonra 38-ci sualda couldn't see, couldn't inkardır, ona diqqət etməliyik və inkar olan yerdən no-ları çıxmalıyıq, some-ları çıxmalıyıq, qalır bir dənə anybody. Anybody inkar cümlədə işlənir. We visited museums. Museums cəm isimdir və everydən sonra cəm gəlməz. Muchdan, sonra little'dan sonra sayılmayan isim gələr. A lot of-suz olarsa heç işlənə bilməz. A lot of-la işlənməlidir. Yəni a lot of olmazsa isimlə işlənməz. Qalır a few. A few-dan sonra cəm gəlir. Və 40-cı sualda there were trees cəm isim olduğu üçün a little və much sayılmayanlarla işlənir. Every sayılan tək isimlərlə işlənir. A lot ümumiyyətlə isimlərlə işlənmir. Qalır a few. A few trees. 41-ci sualda cheese isimdir. İsim olduğu üçün nothing və something çıxır. Və wasn't inkar olduğu üçün inkar cümlədə no işlənməz, some işlənməz, işlənər any. There wasn't any cheese. 42-ci sualda juice yenə sayılmayan isimdir. Nothing və something çıxırıq və inkar olduğu üçün no ilə inkar işlənməz, some inkarda işlənməz, qalar any. There wasn't any juice. Do you know who has seen the accident? Baxırıq burada isim yoxdur. İsim yoxdursa no, every və any bunlar isimlə işlənməlidir. Qalar iki cümlə və some-la any arasında qalır. Some inkar cümlədə, sual cümlədə yox, daha çox təsdiq cümlədə işlənir. Any isə inkar və sualda işlənir. Do you know anyone? When Jim entered the room, was there? Yenə no və every isimlə işlənir. There və our yəli əvəzliklərdir. Asılı yəli əvəzlikdir. Bunların sonra həmişə isim gəlməlidir. Qalır nobody. There deməli Jim entered the room. Nobody was there. I know in this town. Burada isim yoxdur. İsim olmadığı üçün yəli əvəzlərini çıxırıq. No və every də isimlər işlənir. Qalar nobody. Nobody törəmədi və mənəyə görə düz gəlir. I know nobody in this room. 46-cı sualda times isimdir və cəmdədir, dəfə deməkdir. Little much-la, a little-la sayılmayan isim işlənir. A lot isimlə işlənməz. Qalar a few. A few times. 47-ci sualda money sayılmayan isimdir. Many, few və a few-dan sonra cəm gələr. A lot isimlə işlənməz. Qalar some money. Of var 48-ci sualda. Every-dən və no-dan sonra of gəlməz.
Somebody törəməli, törəmədən sonra of gəlməz. Deməli, ofla işlənməyən üç söz üç də buradadır. Everydən sonra, nodan sonra və törəmələrdən sonra of gələ bilməz. Each of them olar, all of them olar. Xəbərimizə baxıram, xəbər cəmdədirsə, each-in xəbəri tək olar. Niyə? Each hər biri deməkdir. Hər biri sözünün xəbəri də tək olar. Demək, all of them olmalıdır. All of them onların hamısı. Sonra 49-cu sualda eyni qaydada every-ni və somebody-ni çıxırıq. Xəbərimiz were cəm olduğu üçün each və one-un xəbəri tək olar. Amma both-un xəbəri cəm olar. Both of them were. 50-ci sualda people cəm isimdir. Cəm isim olduğu üçün deməli, biz çıxırıq nələri? Deməli, each-dən sonra tək gələr. A lot-dan sonra isim gəlməz. Much və a little-dan sonra sayılmayan isim gələr. A lot of-dan sonra isə həm cəm, həm də sayılmayan isim gələ bilər. 51-ci sualda advertisements cəm isimdir. A little və muchdan sonra sayılmayan gələr. A lot isimdən işlənməz. Each-dən sonra sayılan tək isim gələr. Qalar burada C variantı. A lot of. Sonra 52-ci sualda money sayılmayan isimdir. Sayılmadığı üçün biz many-dən, a few-dan sonra cəm gəlməlidir. Onları çıxırıq. Much money olar. A lot-dan sonra of gəlməlidir. Ona görə a lot olmaz. Yəni düzgün cavabımız olacaq much. 53-cü sualda do you have work to do today? Deməli, work sayılmadığı üçün a few-dan many-dən sonra cəm isim gələr. A lot isimlə işlənməz. Much work olacaq C variantı. 54-də there wasn't inkar olduğu üçün mən burada no'ları və some'ları çıxmalıyam. Qalacaq there wasn't anybody D variantı. 55-ci sualda children cəm isimdir. Each-dən everydən sonra cəm isim gəlməz. Somebody, everybody'dən sonra ümumiyyətlə isim gəlməz. Qalar all children C variantı. 56-cı sualda the student-da artiklına baxırıq. Özünün sonra da artikl gələn iki dənə əvəzimiz var idi. Biri all, biri də both. Deməli, olunmalıdır. Diğerlərindən sonra da artikl gəlməz. I see on the snow everydən, nodan və anydən sonra isim gəlməlidir. Something və anybody olar, amma cümlə təsdiq olduğu üçün anybody ola bilməz. Don't bu cümləyə aid deyil, ona görə də anybody çaşdırmasın. I see something on the snow. Mən deyir, qarda nəsə görürəm, but I don't know what it is. Amma bilmirəm o nədir. Something olmalıdır variant. Və 58-ci sualda he has in his hand, but I don't know what it is. Yenə everydən, nodan və anydən sonra isim gəlməlidir. Anybody inkar cümlədə işlənir, qalır something. 59-cu sualda salt isimdir, sayılmayan isimdir. Few-dan, many-dən sonra cəm isim gəlir. A lot isimlə işlənmir, much salt olur. 60-cı sualda I had to go to the cinema by myself because could go with me. Deməli, any, every isimlə işlənir. Və anything və anybody inkar cümlədə işlənməlidir. Bu cümlədə inkarlıq və yoxdur, sual yoxdur. Nobody could go with me, nobody olmalıdır. Deyil, mən sinemaya özüm tək getməliydim, çünki heç kim mənimlə gələ bilmirdi. Sonra, deməli, burada, deməli, yenə baxırıq. There was to take care of him. Any, every və each-dən sonra isim gəlməlidir. Burada isim yoxdur. Anybody inkar cümlədə işlənir, qalır nobody. Do you have brothers or sisters isimdir və baxıram, yours-dan sonra isim gəlməz, törəmələr isimlə işlənə bilməz. Qalacaq, do you have any brothers or sisters? 63-cü sualda relative isimdir və anybody, nobody, somebody törəmədir. Bunlar isimlə işlənmir. Yours müstəqil yəliyə vəziyyədə, bundan sonra isim gəlmir. Qalır any relatives. 64-cü sualda we must know about the history of our country. Deməli, any, every və no-dan sonra isim gəlməlidir. Çıxırıq, anything inkar cümlədə işlənir, qalır everything. 65-də does want to go to the museum. Every, some, another və anydən sonra isim gəlməlidir. Amma anybody'dən sonra isim gəlmir. Və sual cümləsidir. Does anybody want to go to the museum? Və sual cümləsində eyni işlənir, düzdür. Burada xəbərimizə baxırıq. Xəbər cəmdədir. Nobody və somebody'nin xəbəri tək olmalıdır. Any və each özündən sonra isim qəbul etməlidir.
All amma isimsiz işlənə bilir və xəbərdə cəmdə olur. All were ready for the lesson. Hər kəs dərsə hazır idi. Sonra 67-ci sualda yenə somebody və nobody'dən sonra were gəlməz, was gələr. Each-dən sonra tək isim gələr, xəbər tək gələr və eni də isimlə işlənir, qalır all. All were listening. Neil has problem. Problem sözü sayılan tək isimdir. A lot-dan sonra of gəlməlidir. Few, a few və many-dən sonra cəm isim gəlməlidir. Amma no-dan sonra cəm, tək, sayılan, sayılmayan hər isim gələ bilər. No, he has. Demək, Neil has no problem. They have time to help me. Time sayılmayan isimdir. A few'dan və many-dən sonra cəm gələr. A lot isimdən işlənməlidir. Qalır much time. 70-ci sualda tell us about your plans. Any'dən, every'dən sonra, işdən sonra ümumiyyətlə isim gəlməlidir. Nobody və something. İki cavab arasında qalmışıq. Nobody də bura uyur, something də sadəcə tərcümə etməliyik. Tell us about your plans. Deyir ki, sən planların haqqında bizə nəsə danış. Nəsə, bir neçə şey danış deyəndə, nəsə deyəndə olacaq something. Planlar haqqında bizə heç kim danış olmaz da, bizə heç kimi danış yox. Bizə nələrsə danış. Do you see people on the driveway? People cəm isimdir. Anybody, somebody, nobody'dən sonra isim gəlməz. Every'dən sonra cəm isim gəlməz. Qalar any people və sual cümlədə işlənir. I don't have information about this tower. Information sayılmadığı üçün something, anything, nothing çıxırıq. Və information inkar cümlədə olduğu üçün no inkar cümlədə işlənə bilməz. Qalacaq any information. Subject has its own special feature. Subject sözü tək isimdir. Many'dən sonra, both'dan sonra cəm isim, all'dan sonra cəm isim gəlməlidir. Others'dan sonra ümumiyyətlə isim gəlməz, qalar each subject olacaq B variantı. 74-cü sualda country sözü sayılan tək isimdir və both'dan sonra, many'dən sonra, all'dan sonra cəm isim gəlir. Others'dan sonra ümumiyyətlə isim gəlmir, qalacaq every country. Sonra did find the keys yesterday. Every və any isimlə işlənməlidir. Deməli, somebody və someone sual cümlədə işlənmir. Sual cümlədə anyone işlənir. Did anyone find the keys yesterday?